Herkese selam dostlar, ben Reşat. Bugün sizlerle dostlar gördüğünüz gibi yeni bir video karşınızdayım. Bu videoda sual cevap eləyəcəyi sizin yazdığınız rəylərə cavab vereceğim. Bundan əvvəlki videoda yazmışdım ki siz öz suallarınızı aşağı yorumlara yazın. Mən də gələcək videoda cavablayacağım. İndi isə suallarınızı cavablayıram. İlk sualımızı Seyid Nəcəfov yazıb. AliExpress'dən zakaz verəndə Azərbaycana gələrkən kargo pulu alırlar. Təbii ki də pul alırlar AliExpress'dən gələndə. AliExpress'dən zakaz verəndə ilk öncə poçta gəlir və poçta da pul alırlar. Həmin o zakaz verdiyiniz malın kilosuna və ölçülərinə görə qiymət dəyişir. Ayxan 288 yazıb. Ən xoşladığım vaz maşını Niva'dır. Nihad Nasibov yazıb gülməmə challenge videomuzun altına. Doritos Risk 2.0'ı hardan almısan? O videonun 10-cu saniyəsində mən deyirəm hardan aldığımı. Amma deyəsən Doritos Risk 2.0 Azərbaycana gəlib, deyəsən o da dəqiq bilmirəm. Araşdırıb bəlkə tapa bilərsiniz. YouTube Pro'su yazıb, video editor proqramlarının adını yaza bilərsən. Video editor proqramları əslində videoya görə dəyişir. Camtasia Studio 9 işlədirəm, sonra Adobe Premiere Pro işlədirəm və bəzi videolara özəl də After Effects-dən istifadə etdiyim olur. Qoca Gözəlov yazıb, Rəşad Qaqa telefon üçün tripodu hardan almışam? Bakıda tapa bilmədim. Hal-hazırda videonu çəkdiyim bu tripodu deyir, onu mən AliExpress saytından almışam. Əgər linkini tapsam açıqlamaya da qoyaram. Nihat Təhmənzili yazıb, salam, o hər hansı bir videonun örtü şəkli var, onları necə düzəldirsən montajda? Cavablasan sevinərəm. Onları Photoshop proqramı ilə eləyirəm. Necə düzəltdiyimi öyrənmək istəyirsinizsə, çox istək gəlsə belə bir video hazırlaya bilərəm. Fuad Abbasov stres sarxı videosuna yazıb ki, ortasındakı dəmiri hardan tapmaq olar? Ortasındakı dəmir dediyəndə yəqin pateniki nəzərdə tutub, onu 1001 xırdavatdan almışam mən, yəni 1001 xırdavatda olur o patenlik. Ova TV yazıb, salam qaqa, mütləq cavablandır. Kimsə bilinsə cavablandırsın. Xahiş edirəm, belə sorğu etmək üçün küçədə, yəni insanları çəkmək üçün nəsə sənəd lazımdır. Yəni bildiyim qədərilə bir sənəd lazımdır. Heç bir sənəd lazım deyil. Küçədə insanları çəkmək üçün rahat gedib icazə alıb çəkə bilərsiniz sorğunuzu. İbırı Vika yazıb, sonsuza qədər lal olmaq istərdin, yoxsa sonsuza qədər kar olmağı? Bu sualı videoda desən çox sevinərəm, video super alınıb, like atdım. Sonsuza qədər lal olsam danışa bilməyəcəm, sonsuza qədər kar olsam isə eşidə bilməyəcəm. Məncə lal olmaq daha yaxşıdır, çünki ətrafdan gələn səsləri eşitmək məncə daha mühümdür. Keçək indi o biri sualımıza. Şans Ulduz yazıb, salam qardaş, videolarımı hansı proqramda çəkirsən? Videolarımı məndə əsas oyun videolarını və ekran qeydlərini Shadowplay ilə eləyirəm. Belə öz sifətimi isə telefonumdan və ya kameramdan istifadə edirəm. YouTuberliyə pul qazanmaq üçün, yoxsa maraq üçün başlamısan? YouTube'dan heç bir şəkildə pul qazanmamışam. Mine PvP yazıb, ən zəhlən getdiyi dərs. Əslində mənim ən zəhləm getdiyi dərs yoxdur. Bütün dərslərlə maraqlanıram, amma kimya dərsi biraz daha xoşlamıram o bir dərslərə nəzərən. ElectroFX yazıb, YouTube'da ən çox sevdiyim Azərbaycanlı tərəfindən istifadə edilən kanallar. Ən çox sevdiyim belə baxdığım kanalların biri ElectroFX-dir, intro kanalıdır. Kanalımızdakı introların demək olar hamısını bu düzəldir. Nihada salam buradan. Sonra Azərbaycanlı YouTuberlər, yəni belə yaxşı video çəkənlər deyil, çox yoxdur. Amma Ziya Amanova baxıram, Nihad Əliyeva baxıram, Marif Bağıyeva baxıram, Murad Xudiyeva baxıram, Ales Pro'ya baxıram, yəni başqa belə ağlıma gəlmir. Nurlan Ali yazıb, kamera markan nədir? Hal-hazırda iPhone 6-dan videonu çəkirəm, amma bəzi videolarımda bunu çəkirəm. Baxın burada, əslində baxın Canon 1100D-dir bu modeli. Bu kameranı mən 2012-də almışam, 5 il əvvəl təxminən və kamera indiyə kimi mənə heç bir problem yaşatmayıb. Həqiqətən tövsiyə edirəm Canon markalı kameraları. Yəni 5 il ərzində heç bir problem yaşatmayıb mənə. Mətin Pralisov yazıb, içərdə yoxsa söz? Məncə içərdə. İbırı Vika yazıb səzdən, Nike yoxsa Adidas? Bu sualı videoda desən çox sevinərəm. Məncə Nike daha yaxşıdır. Abbas Askarov yazıb, Rəşad məktəbdə necə oxuyursan? Ocuyursan yazıb bir də. Məktəbdə belə orta oxuyuram. Abbas Axundzadə Ejdi yazıb, Marif sənin qardaşındır, sual cavabı alsan sevinərəm. Marif mənim qardaşım deyil və Marif Qubada qalır, mən Bakıda qalıram. Marif mənim dayım oğludur. Suallarımız bitdi. Əgər sizin də sualınız varsa şərh bölməsində yaza bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videoda görüşmək üzrə. Bay bay.